Sanən yoxsa Hələb? Əlbəttə hər iki cins süd keçisi olmaqla artıq ölkəmizdə də geniş yayılmış keçilərdir. Hər ikisi də süd keçisi olmağına baxmayaraq tamamilə fərqli xüsusiyyətli keçilərdir. Əgər istəyirsinizsə qısaca bir xüsusiyyətlərini incələyək. Sanən mənşəyi İsveçrənin Sanən vadisi. Əsas istiqamət südçülük. Rəngi ağ və ya krem ağ rəngdə olur. Adətən dişilər buynuzsuz olur. Bu orijinal İsveç sanəninə aiddir. Türk sanən keçiləri var ki, buynuzludur. Fransız və Hollandiya cinsləri də var ki, onlar da İsveçrə kökənlidir. Lakin daha da təkmilləşmiş formadadır. Hollandada sanən fermaları var ki, 6 litrin altında süd verən keçi yox. 11-12 litr süd verən sanən keçisi də var dünyada. Lakin biz bugün ölkəmizdə olan normal olaraq ortalama 3 litrə süd verən keçilərdən danışırıq. Deməli, ortalama 3 litr süd verməklə illik 700-800 litrlik laktasyon dönəmi olur. Bala verimi 1.7 ortalama. Ümumi olaraq süd miqdarına görə güclü cinsdir. Lakin hər gözəlin bir eybi olduğu kimi, təbii ki, bunun da mənfi tərəfləri də var. Mənfi tərəfi çox istəyir dözümü yoxdur və həmçinin də soyuğa, yayda kölgəlik yerdə olmalı, su davamlı önündə. Qışda isə normal temperaturlu tövlədə. Bu cins adətən qapalı şəraitə uyğundur. Hələb keçisi Suriya mənşəli olub, amma ən çox Türkiyədə geniş şəkildə yayılan bir cinsdir. Son illərdə ölkəmizdə də yetişdirilir və artırılır. Bu keçi də əsas istiqamət südlük və ətlikdir. Sallanan uzun qulaqları ilə tanınan bu keçi, əslində o qulaqların onun isti havalara dözümlü etməsidir. Sanən keçisindən fərqli olaraq Hələb istiyə dözümlü və hər cür otlaq şəraitinə uyğundur. Rəngləri adətən qəhvəyi rəng olsa da, Hələb keçisinin hər rənginə, hətta xallı, zolaqlı, qarışıq rənglərinə də rast gəlmək olur. Dişilərdə orta hündürlük 65-70 santim, çəkisi 40-50 kiloqram olmaqla erkəklərdə bu daha da heybətli, hündür və ağır çəkilər yığa bilir. Laktasyon dönəmi təxmini 200-220 gün olmaqla 500-600 litr olur. Yəni sanən keçisinə baxanda 200-300 litr az süd verir. İldə ortalama bala verimi 1.7 hesablanır. Südü sanən keçidən biraz az olmasına baxmayaraq balaları çox ət yığır və qarşılaşdıranda qazanc bərabərləşir. Əsas fərqlər təsərrüfatçının şəraitinə görədir. Əgər bir təsərrüfatçının otlaq yeri sahəsi, meşəlik ərazisi, dağlıq yeri, kol-kosla zəngin olan çevrəsi varsa, ona Hələb keçisi məsləhətdir. Xərc çəkmədən sadəcə otarmaqla, zaman xərcləməklə yaxşı gəlir əldə edə bilər. Yox, əgər ərazisin yoxdursa, qapalı şəraitdə baxacaqsansa, sənin üçün uyğun olan sanən keçisi olar. 20-30 seçilmiş yaxşı süd verən keçilər saxlasan, yaxşı gəlir əldə edərsən. Bir vacib məqam daha var. Südü Hələbdən çoxdur deyə sanən daha üstün saymaq olmaz. Burada da yenə təsərrüfatçının südü necə dəyərləndirəcək onu nəzərə alması lazım. Əgər süd satacaqsansa, təbii ki, çox olduğuna görə sanən. Yox, pendir edəcəksənsə, bu dəfə şərtlər dəyişir. Çünki Hələb keçisinin yağlılığı sanənə baxanda daha yüksəkdir. Belə ki, dostlar, bu hər iki cins dünyanın nömrə 1 markalarındandır. Lakin seçim sənin quracağın təsərrüfatın şəraitinə görə olmalıdır. Mən bu videoda hər ikisi haqqında ətraflı məlumat verirəm. Seçimi sən özün edəcəksən. Dünyada markalaşan çox keçi cinsləri var. Gördükcə, tanıdıqca adam hamısına həvəs edir. Lakin mənim düşüncələrimə görə bizə gətiriləcək yeni cinslər Türkiyədən gəlsə daha çox məqsədyönlü olar. Çünki oranın iqlimi bizim iqlimə bərabərdir. Artıq ora uyğunlaşan bizdə də rahat inkişaf edər. İsveç hava şəraiti ilə və yaxud Avustraliyanın hava şəraiti ilə bizim hava şəraitimiz eyni olmadığından yeni gələn cinslər də uyğunlaşma dönəmi insanlar çox zərər edər. Bu mənim fikrimdir. Sənin fikrin başqadırsa yaz bölüşək.
Qoyunun və yaxud da keçinin üzərində aparılacaq söhbətlər təkcə onun əti südü deyil. Mən sadəcə bilirəm ki, hər kəsə bu dəqiqə sadəcə onun əti, südü, bala alıb satmağı maraqlandırır. O yüzden ətraflı girmirəm söhbətə. Yoxsa ki, bir videomda da sizə söhbət eləmişəm də Avropada qoyun yunundan necə istifadə edirlər. Evlərin izolyasyon edilməsi üçün. Elə bir şey o keçinin qılında da var ki, desəm təəccüblənəcəksən. İndi insanlar tənbəlləşib, hər şeyi israf edir. Gör işin harasıdır ki, kənd yerlərində belə daha insanlar evdə çörək bişirmir, pekarndan alır. Amma yadınızdadırmı, o keçi qılı ilə hazırlanan təndirlərdə bişən çörəklər. Hələ lap keçmişdə insanlar keçi qılından palçığa qatıb evlər tikirdilər. İndi deyəcəksiniz ki, indi palçıqdan ev tikmirlər. Ona görə də lazım deyil. Keçi qılının təbii bir fibre olduğunu bilirdinmi? Bəs beton sağlam olsun deyə, suvaq sağlam olsun deyə pul verib süni fibre tozu alıb qatırlar. Odu qiymətinə. Amma keçi qılları yandırılır. Mən belə baxıram ki, dünya heç də inkişaf zad eləməyib. Bizim dədə babalarımız bizdən bilikli olub. O vaxtı o keçinin tükünü necə istifadə etməyi tapıb öyrəniblər. Amma indi bizlər bu internet texnologiya dövründə qoyunun yununu, keçi tükünü necə pula çevirəcəyimizi bilmirik. İnciməyin dostlar, düzdür, çox vaxtım olmasa da ara sıra girib sosial şəbəkələrə paylanan videolara da baxıram və öz videolarım üzərindən edilən şərhlərə də baxıram. Bu millət hər şeyi müftə gəlməsini istəyir. Hər kəs şikayət edir, hər kəs başqasından tələb edir, kimsə əlini daşın altına qoymaq istəmir. Hamı rahatçılıq istəyir. Unutmayın dostlar, zəhmətsiz rəhmət olmaz. Nəysə, videonun sonuna gəldik, amma öncəki videoda dediyim kimi keçi cinsləri çox olduğundan hələ keçi mövzusu bitmədi. Məncə hələ bir neçə videoda hazırlamalı olacağım bu keçilər haqqında. İndi sağollaşaq, gələn videoda sağlıq olarsa görüşərik. Xoşça qalın.